Mən uşağı əvvəl vura bilirdim. İndi əlimi qaldıra bilmirəm, valideyn gəlir üstümə. Mən düşünürəm ki, yəni haqlı olaraq sağlam bir düşüncə budur ki, sən onu onsuz da vurmamalıydın. Bəli. Əvvəl də vurmamalıydın, indi də vurmamalısan. Yəni vurmaqla avtoritet bunlar bir-birindən eyni bir şey deyil də. A- O avtoritet hissəsini bir dənə də açıqlayın. Nə demək istəyirik bundan? Biz cəmiyyət olaraq ümumiyyətlə düşünməyi rədd edən bir cəmiyyətik. Birbaşa hərəkətə keçirik və birbaşa hərəkətə keçdiyimizə görə kimsə sənə nəsə söz dedi, vur. Uşaq sənə səsini qaldırdı, vur, müəllim, digər şey. Bu okey deyil. Birinci növbədə situasiyanı analiz etmək lazımdır. Bu uşaq niyə oturmur? Ondan sonra niyə oturmur və mən bunu necə oturda bilərəm? Vurmaq bir həll oldumu? Yox. Yəni elə müəllimlər var ki, məsələn, mən məktəbimdə elə müəllimlər var ki, mən yanlarından keçəndə özümü yığışdırırdım. Nəyə görə? Müəllim heç şiddətli müəllim deyildi. Yəni qadın kişi fərqi yoxdur da elə müəllimlər var. Yəni çox hörmətli, çox da amma elə bir ifadə işlədirdi ki, yəni sən artıq növbəti dəfə onu eləməyi belə ağlından keçirmirdin.